Ermənistan Yezdi Kürtlərinin lideri Knyaz Həsənov Paşinyanın partiyasından yenidən deputat seçilib. Qlobal Infos xəbər verir ki, bu barədə siyasi şərhçi Kənan Rövşənoğlu danışıb. O deyib ki, 80-dən çox yaşı olan Knyaz Həsənov illərdir deputatdır və Yezdi Kürtlər adından çıxışlar edir. Stat: əvvəllər Azərbaycanı da hədələyirdi. Demək, Kürd xəbər saytlarından oxudum ki, sən demə bu Knyaz Həsənovun qızı Narin Nadirova Diyarbəkirin Ametspor futbol komandasının idarə heyətinin üzvüymüş. Nurlana Nadirova da elə belə adam deyil. Qazaxıstan vətəndaşıdır. Maliyyətçidir, Home Kredit banka rəhbərlik edib nüfuzlu şəxsdir. Bilməyənlərin nəzərinə onu da çatdırım ki, Amet Diyarbəkir sözünə qarşı separatçı Kürdlərin ortaya atdığı addır. Bu yaxınlarda Diyarbəkirdən olan keçmiş Kürd deputat Altan Tan axırda dilə gəldi ki, əslində Amet Kürd sözü deyil, qədim Süryani dilindən gəlib. Amma indi Diyarbəkir Türk, yəni Ağqoyunlu adı olduğu üçün separatçı Kürdlər onun əvəzinə Amet sözünü ortaya atıblar. Mənə maraqlı gələn Ermənistanlı Yezdi Kürd qadının Ametspor komandasının rəhbərliyində yer alması oldu. Bütün dolaşıq işlər həmişə gedib erməni məsələsinə çıxır. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.